Salam dəyərli izləyicilər. Bu videoda mən koş bərabərsizliyinin alınmasını göstərəcəm. Fərz edək ki, bizə mənfi olmayan ixtiyari həqiqi A və B ədədləri verilmişdir. Yəni A və B ədədləri mənfi olmayan ixtiyari həqiqi ədədlərdir. Onda aşağıdakı bərabərsizlik doğrudur. Kök altında A çıx kök altında B mötərizə kvadratı böyük bərabərdir 0-dan. Bu bərabərsizliyin doğruluğu aşkardır. Ona görə ki, bərabərsizliyin sol tərəfi kvadratdır. Sol tərəfindəki ifadə heç vaxt mənfi qiymət ala bilməz. Deməli, sol tərəfdəki ifadənin qiyməti mənfi olmayan ədəddir. Müxtəsər vurma düsturundan istifadə edib ifadəni sadələşdirsək, alarıq ki, kök altda mötərizə kvadratı, üstə gəl kök altda B mötərizə kvadratı, çıx 2 vur kök altında A, vur kök altında B, böyük bərabərdir 0-dan. Aydındır ki, kök altda A kvadratından A, kök altda B kvadratından kökdən B çıxdığı üçün bu ifadədən alarıq ki, A üstə gəl B, çıx 2 kök altında A vur B, böyük bərabərdir 0-dan. Hasilin kökü köklər hasilinə bərabər olduğuna görə 2 vur kök altda B ifadəsini 2 vur kök altında AB şəklində yazmaq olar. Üçüncü toplananın işarəsini dəyişib bərabərsizliyin sağ tərəfinə keçirsək, alarıq ki, A üstə gəl B böyük bərabərdir 2 kök altında A vur B-dən. Bərabərsizliyin hər tərəfini 2-yə bölsək, alarıq ki, A üstə gəl B böl 2 böyük bərabərdir kök altında A vur B-dən. Alınmış sonuncu ifadədə, yəni bu sonuncu bərabərsizlikdə, bərabərsizliyin sol tərəfi A və B ədədlərinin ədəd ortası, sağ tərəf isə A və B ədədlərinin həndəs ortası adlanır. Deməli, ədəd orta həndəs ortadan kiçik deyil və həm də aldığımız sonuncu bərabərsizlik koşi bərabərsizliyi adlanır. Yəni, ixtiyari mənfi olmayan A və B həqiqi ədədlər üçün bu ədədlərin ədəd ortası onların həndəs ortasından kiçik deyildir. Koşi bərabərsizliyinin bir neçə isbat üsulu var. Onlardan mən ən sadəsini göstərdim. Və koşi bərabərsizliyinin isbatını 2 həqiqi mənfi olmayan A və B ədədləri üçün göstərdim. N dənə mənfi olmayan həqiqi A və B ədədləri üçün də bu bərabərsizliyin isbatını göstərmək olar. Sağ olun.